Hörmətli Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Erdoğan, hörmətli Pakistan Baş Naziri, əziz qardaşım Məhəmməd Şahbaz Şərif, əziz dostlar. Azərbaycana, Şərqi Zəngəzura, Laçına xoş gəlmişsiniz. Bugünkü zirvə görüşü Azərbaycanın müstəqillik günündə erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Bugünkü zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan, Türkiyə, Pakistan birinci zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bugün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq. Azərbaycan, Türk iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hal-hazırda konkret investisiya layihələri üzrə işlər gedir. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olub və bugün bərpa olunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik. Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir. Biz həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırmalıyıq. Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir. Eyni zamanda beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirə, habelə D8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik. Həmçinin ölkəmizin ötən il D8-in 11-ci zirvə görüşü zamanı yekdilliklə
bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyə və qardaş Pakistana bir daha təşəkkür edirəm. Hörmətli həmkarlar, Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub. Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərk silahla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğan'ın liderliyinin və əzminin Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir. Bu tarixi hadisə münasibəti ilə qardaş Türkiyəni bir daha təbrik edirəm. Pakistan və Hindistan arasında son gərginliyi böyük narahatlıq hissi ilə, eləcə də sülh və sabitliyin bərpa olunacağı ümidi ilə yaxından izlədik. Bu gərgin dönəmdə ilk gündən Pakistanla həmrəyliyimizi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik. Əziz dostlar, 30 illik Ermənistan işğalından sonra dirçəliş dövrünü yaşayan Laçına bir daha xoş gəlmişsiniz. Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi olacaq. Diqqətinizə görə təşəkkür edirəm. İndi isə söz verilir Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyip Erdoğan'a. Buyurun. Değerli kardeşim, Cumhurbaşkanı Sayın İlham Aliyev, aziz dostum Başbakan Sayın Şahbaz Şerif, kıymetli basın mensupları, sizleri en kalbi duygularımla, muhabbetle selamlıyorum. İlkini geçtiğimiz yıl Astana'da gerçekleştirdiğimiz Türkiye, Azerbaycan, Pakistan Üçlü Zirvesi'nin ikinci toplantısında sizlerle bir aradayız. Samimi ev sahipliği için İlham kardeşime teşekkür ediyorum. Konuşmamın başında Can Azerbaycan'ın 28 Mayıs Müstakillik Günü'nü tebrik ediyorum. Hayatları pahasına Azerbaycan'ın bağımsızlığına sahip çıkan şehitlerimizi rahmetle yad ediyorum. Karşılıklı sevgi, saygı ve güvene dayanan aynı medeniyet ikliminden beslenen ortak idealleri paylaşan üç kardeş ülkeyiz. Yaklaşık 350 milyon nüfusa ve 1,5 trilyon dolar ekonomik büyüklüğe sahip ülkelerimizin aralarındaki bağı daha da güçlendiriyoruz. Birlikteliğimizi stratejik bir ortaklığa dönüştürme yönündeki her adımın arkasında olduğumuzu bilhassa vurgulamak istiyorum. Bölgemizde yaşanan gelişmeler, ülkelerimiz arasındaki dayanışmanın nedenli önemli olduğunu her geçen gün ortaya koyuyor. 30 yıl işgal altında kalan Azerbaycan topraklarının özgürlüğüne kavuşmasıyla birlikte artık bölgenin istikrar, refah ve kalkınmanın odağı haline gelmesini arzu ediyoruz. Sabah açılışını yaptığımız Laçin Havalimanı'nın bölgenin uzun yıllardan bu yana hasret kaldığı kalkınmaya ve dünya ile entegrasyonuna önemli katkısı olacağına inanıyorum. 3 gün evvel kıymetli kardeşim Sayın Şahbaz Şerif'i İstanbul'da misafir ettik. Görüşmemizde yüksek düzeyli Stratejik İşbirliği Konseyi kapsamındaki işbirliği süreçlerini gözden geçirdik. Türkiye ve Pakistan arasındaki köklü tarihi
ve beşeri ilişkileri daha da güçlendirme noktasında mutabık kaldık. Bu vesileyle Pakistan-Hindistan arasında patlak veren gerilimin ateşkesle sonuçlandırılmasında memnuniyet duyduğumuzu ifade etmek isterim. Süreç boyunca sergilediği serinkanlı ve basiretli tutum dolayısıyla Şahbaz kardeşimizi ve Pakistan makamlarını tekrar tebrik ediyorum. Temennimiz ilan edilen ateşkesin kalıcı barışa evrilmesidir. Türkiye bu yolda yapabileceği her türlü katkıyı yapmaya hazırdır. Değerli kardeşlerim, ülkelerimiz Avrasya'nın kesişim noktasında son derece stratejik bir bölgede konumlanıyor. Coğrafyamızda ve ötesinde güvenlik tehditlerinden ekonomik darboğaza, enerji ve gıda krizlerine pek çok sınamayı aynı anda yaşıyoruz. Bu zorluklar karşısında dayanışma ve ortak hareket kabiliyetimizin geliştirilmesini bir seçim değil, zaruret olarak görüyoruz. Üçlü işbirliğimizi daha da ilerletmek için bugün değerli kardeşlerimle önemli konularda fikir teatisinde bulunuyoruz. Üçlü işbirliğimizin kurumsallaştırılması için önümüzdeki dönemde Dışişleri Bakanlarımız gerekli çalışmaları yürütecekler. Bilhassa ortak gündemimizi şekillendiren ticaret, yatırımlar, ulaştırma, enerji, savunma sanayi ve terörle mücadele gibi başlıklarda ülkelerimizin ortak vizyonunu yansıtan güçlü bir çerçeveyi hazırlayacaklar. Türkiye, Azerbaycan ve Pakistan olarak düzenli üçlü zirveler ve bakanlar düzeyinde toplantılar tertiplemek suretiyle işbirliğimizi kurumsallaştıracağız. Savunma alanında işbirliğimizi derinleştirip terörle mücadele ve sınır aşan tehditlere karşı ortak kararlılığımızı sürdüreceğiz. Ticaretin kolaylaştırılması, yatırımların teşviki ve dijital dönüşüm alanlarında müşterek adımlar atmayı hedefleyeceğiz. İşbirliğimizin son derece stratejik bir boyutunu teşkil eden ulaştırma konusunda kalkınma yolu, orta koridor ve kuzey-güney ulaştırma koridoru gibi projelere birlikte katkı sağlayacağız. Kültür ve eğitim alanlarında bilhassa gençlerimiz ve akademisyenlerimizin karşılıklı etkileşimini artıracak projeler üzerinde çalışacağız. Enerji güvenliği, gıda arz güvenliği, yenilenebilir enerji alanlarındaki fırsatları birlikte değerlendireceğiz. İnşallah tüm bu alanlarda prestijli projeleri hayata geçirmek suretiyle İnşallah üçlü işbirliğimizi çok daha ileri noktalara taşıyacak, halklarımıza yeni eserler kazandıracağız. Aziz kardeşlerim, kutuplaşmanın derinleştiği, bloklaşmanın arttığı bu günlerde uluslararası sistemin bir meşruiyet krizine giderek sürüklendiğine şahit oluyoruz. Uluslararası sistemin içinde bulunduğu krizin ve bu noktada açık örneğin İsrail'in Filistin'de durmak bilmeyen mezarları ve bu mezalim karşısında yayılmacı politikaları oluşturuyor. Biz Gazze'de göz göre göre katledilen masum çocuklar ve insanların hakkını savunmaya devam etmekte kararlıyız. Bölgemizin huzurunu bozmaya çalışan tüm girişimlere karşı duracağımızı bir kez daha vurgulamak istiyorum. Coğrafyamız kana ve gözyaşına doymuştur. Buradan tüm dünyaya
Gazze'de kalıcı ateşkesin tesisi ve Gazze'ye kesintisiz ve acil insani yardımların ulaştırılması için İsrail yönetimi üzerindeki baskıyı artırmaları çağrısında bulunuyoruz. Sözlerimin sonunda İlham kardeşim başta olmak üzere Can Azerbaycan halkına samimi, özellikle de samimi misafirperverlikleri için Laçinli kardeşlerime tekrar teşekkürlerimi ifade ediyorum. Sizleri bir kez daha en kalbi duygularımla selamlıyor. 28 Mayıs Müstakillik gününüzü tekrar tebrik ediyorum. Mevla yolumuzu, bahtımızı açık etsin. Rabbim kardeşliğimizi daim, birliğimizi baki eylesin. Kalın sağlıcakla. Teşekkür ederim. İndi isə söz verilir Pakistan Baş Naziri Hörmətli Məhəmməd Şahbaz Şərifə. Buyurun. Bismillahirrahmanirrahim. Honorable Möhtərəm Prezident İlham Aliyev, İlham Əliyev, Honorable President möhtərəm Recep Tayyip Erdogan, Prezident Rəcəb Tayyip Ərdoğan, Ministers, hörmətli nazirlər, Delegates, Assalamu hörmətli tədbir iştirakçıları, and a very good salam aleykum və hər vaxtınız xeyir. At the outset, Çıxışımın əvvəlində congratulate my əziz qardaşım dear brother President Prezident İlham Aliyev, İlham Əliyevi our brothers and sisters, və Azərbaycanlı Azerbaijan, bacı və qardaşlarımızı Independence Day, Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm the way Azeri nation və Azərbaycan xalqı öz azadlığı uğrunda çox ciddi mübarizə in the Committee of Nations. apardı və siz bugün beynəlxalq müstəvidə də güclü mövqeyə maliksiniz. Bu məqamda mən həmçinin My heartfelt felicitation to my dear brother President əziz qardaşım Rəcəb Tayyip Ərdoğana təbriklərimi çatdırmaq istəyirəm. Çünki o resolving the issue çox böyük məharətlə PKK məsələsini goes to explain həll etdi və bu my brother your əziz qardaşımın skills. diplomatik məharətini nümayiş etdirirdi. Bu məsələ And by öz həllini tapdı you have və earned a high place beləliklə də siz influence not only in the region təkcə regionda deyil, beyond. dünya müstəvisində də My dear brother President, mühüm hörmətə malik oldunuz. I extend my Əziz qardaşım gratitude İlham Əliyev, for your very warm sizin welcome and səmimi hospitality. qonaqpərvərliyinizə görə dərin təşəkkürümü bildirirəm. And to me, it is a profound honor Bu gün to join my very dear brother, əziz qardaşlarım President Aliyev, Prezident Əliyev və Prezident Ərdoğanla August setting, əsl dostların, qəlblərin və ruhlarının təzahürü olan bu gözəl məkanda birgə olmaqdan friends böyük and sincere şərəf duyuram. watching the flutterings Gözəl of flags Laçında of Azerbaijan, dalğalanan Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını görmək qəlblərimizi hədsiz sevinç və fəxarət hissi ilə doldurur. Excellencies, we met in July last year Zat əlləri, biz ötən il Astanada trilateral 3 tərəfli formatda görüşdük və qarşılıqlı maraq doğuran məsələlər ətrafında olduqca səmərəli müzakirələr apardıq. Bugün isə legend. Füsunkar Laçında biz 3 tərəfli tərəfdaşlığımızı xalqlarımızın istəyinə uyğun olaraq yeni səviyyəyə qaldırmaq arzusundayıq. With the wishes and desires of our peoples. And this should be no Həmin surprise to arzu anyone. heç kəsi təəccübləndirməməlidir. Çünki Azərbaycan, Türkiyə və Pakistan
əsrlər boyu təşəkkül tapmış, birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır. Əziz qardaşlarım, daha müasir bir dövrdə isə bu tarixi münasibətlər Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olduğumuzdan gücləndirmişdir. Bizim gücümüz həmrəyliyimizə və qarşılıqlı hörmətə əsaslanır. Bu təbiidir, çünki xalqlarımız Türkiyə və Azərbaycanda bizə güclü dəstək olmuşlar. Sıravi vətəndaşlarımızın coşqusu bizi valeh etməyə bilməzdi. Mən Pakistanın Hindistanla sonuncu münaqişəsindən bəhs edirəm. Orada nəinki Pakistana qarşı tutarlı dəlillər təqdim edilmədi, həm də Pahalqamda baş vermiş insidentlə bağlı istənilən beynəlxalq qurum tərəfindən bitərəf və şəffaf tədqiqatın aparılması təklifimiz də rədd edildi. Əziz qardaşlarım, bugünkü dünyamızda ciddi çağırışlar, silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən üç ölkəmiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Biz əminik ki, səbr və müdriklük nəticə etibarilə qalib gələcəkdir və firavanlığı təmin edəcəkdir. Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz keçilməz qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüd etmədən sizə etibar edirik. Silahdaş olan qardaşlar kimi biz sülh, ədalət və mənəvi dəyərləri hər zaman üstün tutacağıq. Əziz qardaşlarım, əminəm ki, zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək və regionda və daha geniş coğrafiyada sülh və firavanlığa töhfə verəcək. Bu üç tərəfli format həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Bu, bizə zəruri siyasi məsuliyyət verir və qarşılıqlı maraq doğuran sahələrdə birgə şəkildə irəliləmək üçün təkan verir. Çıxışımın sonunda bir daha səmimi qəlbdən Pakistana göstərilən, sonuncu münaqişədə göstərilən dəstəyə görə təşəkkür edirəm. Bu açıq aydın idi ki, bu Hindistanın bizə qarşı olan hərbi təcavüzü idi və bunun üçün heç bir səbəb yox idi. Və həmin vaxtda əziz qardaşım Rəcəb Tayyip Ərdoğan sizin qəti mövqeyiniz və həmrəyliyiniz, eyni zamanda əziz qardaşım İlham Əliyevin də eyni şəkildə göstərdiyi qətiyyəti bizdə çox yüksək qiymət aldı, yüksək qiymətləndirildi
həm xalqımız, həm hökumətimiz və şəxsən mən tərəfindən və biz buna görə hər zaman hər ikinizə və hər iki xalqa təşəkkürümüzü bildirəcəyik. Statement would be incomplete Mən çıxışımın sonunda bir də əlavə etmək istərdim ki, about the role of Field Marshal Sayyid Asim Munir. Marşal Asim Munirin rolunu qeyd etmək istəyirəm. Çünki məhz onun rəhbərliyi altında bizim ordumuz böyük şücaət göstərdi, peşəkarlıq göstərdi Entire Pakistani nation və bütün xalq onların arxasındaydı və şəxsən Marşalın arxasındaydı və mən God-fearing, həmin məqamda ona diqqət yetirdim. O qorxusuz, cəsur və qətiyyətli hərəkət etdi. Eyni zamanda səbr nümayiş etdirdi və çox güclü mövqe nümayiş etdirdi. alhamdulillah, Və şükürlər olsun Allaha ki, infinite blessings, Allahın kindness, and the support of the people of Pakistan. bizim üzərimizdə olması səbəbindən və sizin dəstəyi nəticəsində biz qalib gəldik və mən We want peace. bir daha da qeyd etmək istərəm ki, biz regionda sülhü istəyirik. Biz keçmişdə də sülhü istəyirdik, bugün sülhü istəyirik və gələcəkdə də sülhün tərəfdarı olacağıq. Və bunun üçün isə əlbəttə ki, danışıqlar masasında əyləşmək lazımdır. Çünki bu çox mühüm məsələlərdir və məsələlər dinç yolla həll edilməlidir. Bu məsələ Kəşmir probleminə aiddir Resolutions of və burada BMT-nin müvafiq qətnamələri var. as per the aspirations of the people of Eyni zamanda Kashmir. Kəşmir xalqının iradəsinə uyğun həll edilməlidir bu məsələ. Unfortunately, İkinci məsələ su məsələsidir. Əziz qardaşlarım, çox təəssüf olsun ki, Hindistan bu münaqişə zamanı a lifeline for the su ilə bağlı sazişi pozdu. 240 milyonluq Pakistan xalqı sudan məhrum edildi. Bu bizim həm içməli suyumuzdur, həm də kənd təsərrüfatı üçün vacib olan su ehtiyatlarıdır. that India tried to threaten to stop Və our bu çox dərindən bizi məyus etdi ki, Hindistan məhz bu məsələdən, bu imkandan istifadə edərək bizə qarşı bunu istifadə etdi. Bu mümkünsüz bir şeydir və ümid edirik ki, bu gələcəkdə baş verməsin. Əlimizdən gələni edirik ki, Hindistan bir daha belə bir is the question of hərəkət yol verməsin. I have said Sonuncu olaraq terrorçuluq məsələsinə toxunmaq istəyirəm. Mən talk on qeyd etmək istəyirəm ki, Hindistan həqiqətən terrorçuluqla mübarizədə səmimi dialoqa hazırdırsa, biz Hindistanla bu məsələdə müzakirə aparmağa hazırıq. effective life. Ancaq My very dear brothers, that we are çox vacibdir ki, around the globe. qeyd etmək lazım ki, bizik terrorun qurbanı. Biz 90 min vətəndaşımızı terrorçuluğa qurban vermişik. 150 milyard dollar həcmində bizə iqtisadi And ziyan dəyib son 10 illiklər ərzində. Ona görə də bu bizim öhdəliyimiz və niyyətimizdir ki, biz and in that, if India bir dəfəlik terrorun kökünü kəsə bilək. Və bir daha deyirəm ki, Hindistan buna hazırdırsa, Pakistan Hindistanla bunu müzakirə edə bilər. Eyni zamanda ticarətin təşviqi və digər məsələlər. Mən for your support, bir daha sizə bütün bu məsələlərdə bizə dəstək göstərəcəyinizə ümid edirəm. Əziz qardaşlarım, may Allah Almighty uca və müdrik Allahdan bizim bu işimizdə bizə yardımcı olmağı diləyirəm. Əziz qardaşlarım, diqqətinizə görə təşəkkür edirəm. Yaşasın Pakistan, Azərbaycan və Türkiyə qardaşlığı və dostluğu. Teşekkür ederim.